Rusiyalıların hava hücumundan müdafiə vasitələri kifayət etmir. Buna görə də 9 may paradının təhlükəsizliyi üçün hava hücumundan müdafiə sistemlərinin Moskvaya gətirilməsi onu göstərir ki, onlar hansısa vacib hərbi obyektin yaxınlığında döyüş növbətçiliyindən çıxarılır. Bunu Ukraynalı hərbi ekspert Pavel Narojny deyib. O bildirib ki, Ukrayna bu vəziyyətdən yararlanmalıdır. Bu, Ukrayna üçün çox əlverişli vəziyyətdir ki, düşmənin sırf hərbi hədəflərinə zərbə indirsin. Çünki həmin obyektlər hava hücumundan müdafiə sistemlərinin Moskvaya köçürülməsi səbəbindən müdafiəsiz qalacaq. Məlumata görə, Ruslar 9 may paradının təhlükəsizliyini təmin etmək üçün 280 ədəd hava hücumundan müdafiə sistemini Moskva ətrafına toplayır. Bu texnika xüsusilə Kazan və Groznydan gətirilir. Moskvanın hava hücumundan müdafiəsi üçün 4 qat sistem yaradılır. Narojny vurğulayıb ki, Ukrayna ordusu mülki şəxslərə atəş açmış. Ona görə də paradın keçirildiyi əraziyə zərbə indiriləcəyi gözlənilmiş. Lakin həmin vaxt hərbi obyektlərə hücum ehtimalı realdır. Sadələşdirsək, 3 eşalon var. Kiçik radiuslu, orta radiuslu və böyük radiuslu. Rusiyada isə bu vasitələrdən kifayət qədər yoxdur. Məsələn, böyük radiuslu sistemlər S-300 və S-400 Rusiya ordusunun istifadəsindədir. Onların öz ərazisini tam şəkildə qoruması üçün minlərlə belə sistemə ehtiyacı var. Hesablamalara görə bu ehtiyac 1200-1300 arasındadır. Amma onların ən yaxşı halda 200 ədədə yaxın sistemi var. Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvada 9 may paradına qatılmağı planlaşdıran xarici ölkə nümayəndələrinin təhlükəsizliyi ilə bağlı risklərin mövcud olması barədə söylədiklərinin iki mənası var. Birincisi, Zelenskinin sözlərinə görə Rusiya tərəfi bu şəxslərlə bağlı istənilən hərəkəti edə və sonra bunun məsuliyyətini Ukraynanın üzərinə ata bilər. Bu versiya ağlabatan deyil. Kreml Ukraynanı ittiham etmək üçün uzun müddətdir üzərində çalışdığı və qonaqları bir yerə toplamağı arzuladığı paradı niyə bilərəkdən pozsun ki? İkincisi, Ukrayna Moskvada 9 may paradını pozmaq üçün Rusiyanın paytaxtına dronla zərbələr endirə bilər. Bu isə mümkündür və Ukrayna oxşar əməliyyatları bir neçə dəfə həyata keçirib. Hətta 2023-cü ilin may ayında Kremlə 2 dron zərbəsi endirib və bunun görüntülərini də yayımlayıb. Vladimir Zelenskinin məqsədi aydındır. O, xarici qonaqların təhlükəsizliyinə təminat yoxdur deməklə 9 may paradını pozmaq və Rusiyanın imicinə daha böyük zərbə vurmaq istəyir. Bu parada qatılmaq istəyən xarici qonaqları seçim qarşısında qoya bilərmi? Çətin ki, parada qatılacağını əvvəlcədən müəyyənləşdirən hansısa lider Rusiya prezidenti Vladimir Putinin paradda iştirak dəvətindən imtina edə. Dəvətdən imtina Zelenskinin xəbərdarlığının nəzərə alınması kimi qiymətləndiriləcək. Kremlin qonaqlarını qorumaq üçün təhlükəsizlik tədbirlərini artıracağı aydındır. Moskva səmasında hava müdafiə sistemləri gücləndirilmiş iş rejimində çalışacaqlar. Bununla təhlükənin tam ortadan qaldırıldığını söyləmək mümkündürmü? Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında qələbə günü təxribat olarsa Kiyevin mayın 10-unu görməyəcəyinə işarə edib. Medvedev bu açıqlamasıyla Zelenskinin təhlükəsizliyə təminat yoxdur açıqlamasını gücləndirmiş olur.